Mənə bu sualı çox veriblər. Deyiblər ki, niyə görə sənin filmlərinin bir çoxunda gülməli səhnələr olur? Həm də gülməli vuruşursan. Tamaşaçılar sual verirlər ki, axı sən Bruce Lee görmüsən, niyə onun kimi dram filmlərə çəkilmirsən? Mən bu suala belə cavab vermək istəyirəm. Əgər mən Bruce Lee kimi ciddi obrazlara çəkilsəydim, ondan sonra ikinci olacaqdım. Amma mən ikinci olmaq istəmirdim. Ona görə də fərqli üslub yaratdım. Mənim fanatlarım filmlərimi maraqla izləyirlər. Hətta mənim fanatlarımdan biri video kaset dükanından pulu olmadığı üçün mənim film kasetimi oğurlamışdı. Mən bunu eşidəndə çox kədərləndim. Çünki pulsuzluqdan insan oğurluq eləyirdi. Həmin adamı həbs etmişdilər. Həmin adamı həbsdən xilas etdim və ona dedim ki, birdə belə iş tutmasın. Həmin adamı bir fabrikdə işə saldım və həyatı dəyişdi. Çünki mən özümdə bir vaxtlar işsiz olmuşam və belə adamları görəndə onları yaxşı başa düşürəm. Həqiqətən də işsizlik çox çətin məsələdir. Çalışıram ki, bir insan çətin vəziyyətdə olanda ona kömək edim. İstər mənəvi, istərsə də maddi baxımdan.